bir eni də spermdir. Bunlar birləşəndə olur üçün endosperm. Yəni biz görürük ki, burada endospermdir, heterogametdir. Heterogametdirsə deməli bu diş bitki ola bilməz. Y varsa erkək bitkidir. İndi ona aid cavab variantlarını tapırıq. 11-də məsələn tozcuq borusu yarana bilər. Tozcuq borusu biz demişik dişidə yaranır. A, dişiyə aiddir, çıxıram. Yalnız mikrosporlar yaranır. Bəli, erkək bitkidə yalnız mikrosporlar var, amma ana bitkidə isə dişidə 1 makrospor, 3 mikrospor var. B-ni doğru variant kimi götürərəm. İkicinsi çiçəklər olar. İki evli bitkidirsə, ikicinsi çiçəkləri ola bilməz. Bir cinslidir çiçəkləri. Dik gəzməklə əlaqəli deyil. Ayağının tağ şəkilli olması, oma sümüyünün möhkəmlənməsi, onurğanın da dörd əyriliyin olması, hamısı dik yeriməklə əlaqəlidir. Döş qəfəsinin yanlara doğru genişlənməsi, hamısı dik yeriməklə əlaqəlidir. Amma burada kəllənin üst şöbəsinin beyin şöbəsindən kiçik olması dik yeriməklə əlaqəli deyil. 14-cü sual. Şirin su hidrasına aid düzgün fikirləri müəyyən edin. Deməli, ektoderma qatında fərqli xromosom yığımına malik hüceyrələr rast gəlinə bilər. Ektoderma qatında. Düzdür. Fərqli xromosom yığımlarına rast gələ bilər ektoderma qatında. Somatik mutasiyalar irsən nəslə ötürülə bilər. Somatik mutasiyalar bədən deməli vegetativ yolla çoxala bilir deyə şirin su hidrası vegetativ yolla çoxala bilir deyə. Yəni bu nə deməkdir? Bədənin hər hansı bir üzvü irsən nəslə həmin o irsiyyətin ötürə bilər. Bu o deməkdir ki, somatik mutasiyalar irsən nəslə ötürülə bilər. Düz deyir. Vegetativ yolla çoxala bilir deyə bəli, somatik mutasiyalar irsən nəslə ötürülə bilər. Şirin su hidrasında. Yumurta hüceyrələri hərəkətsizdir. Yalançı ayaqları var, hərəkətsiz deyil. Qamçı hüceyrələrinin hamısı eyni funksiya daşıyır. Qamçı deməli, qamçı var həzmdə, spermdə bir də. Qamçılı hüceyrələrin hamısı eyni funksiyanı daşıyır. Eyni funksiyanı daşımır axı. Biri həzmdədir, biri də spermdədir qamçı. Fərqli şeylərdir. 5-də deyir, həzm hüceyrələrinin və dəri əzələ hüceyrələrinin xromosom yığımı eyni olur. Həzm hüceyrələri də bədən hüceyrəsidir, dəri əzələ hüceyrəsi də bədən hüceyrəsidir. Hər ikisində xromosom yığımı eynidir, düzdür. 1, 2, 5 mənim doğru variantımdır. Qanı kristlər əmələ gətirən hansı idi? Nəzakət. Mitoxondri idi. Bəli. Hüceyrənin tənəffüsünü təmin edirdi. Yenə mitoxondri. B variantında deyir, nuklein turşularından yalnız RNT-də rast gəlinir. Xloroplastlarda RNT-də var, RNT-də var. Yalnız RNT-yə rast gəlinir, səhvdir. Kristlər mitoxondridədir, tənəffüsünü təmin edən hüceyrənin mitoxondridir. Membransız orqanoidi olmur deyir. Niyə ki, membransız, məsələn, ribosom bütün hüceyrələrdə, bütün orqanoidlərdə var. Xloroplastlarda da var ribosom. Eyni zamanda ribosom membransız orqanoiddir. Var. D də səhvdir. Daxili mühtəviyyatı stroma adlanır. Bəli. Xloroplastların daxili mühtəviyyatı stroma adlanır. Qranlardan təşkil olunub, onlar da üst-üstə yığılmış tilakoidlərdən ibarətdir. Histologiya dərsindədir. İstəsəz, baxa bilərsiniz. Diqqətlə baxaq piramida sualına. Deməli, M, N, F, K, L. 5 dənə piramidadır. Maksimum zaten 5 piramida verə bilərlər sizə. 4-5 piramidadan ibarətdir. M piramidanın deməli ən alt qatı nədir? Prodüsentlərdir. Prodüsentlərdir. M deməli prodüsentdir. N birinci konsument, F ikinci yazaq. Birinci konsument, ikinci dərəcəli konsument, üçüncü dərəcəli konsument və dördüncü dərəcəli konsument deyə bilərəm. Konsument deyə bilərəm bunlara. Baxaq. En canlısı üzərinə düşən günəş enerjisinin 1%-dən istifadə edir. Nəzəriyyə kitabında var. Günəş enerjisinin 1%-dən istifadə edənlər bitkilərdir. Yəni biz burada enə, konsumentə deyə bilmərik bu sualı. 1%-dən istifadə edir deyə bilmərik. Bu aiddir prodüsentlərə. Məsələn, M-ə deyə bilərdik bunu, N-ə yox. Bir səhvdir. M canlısı atmosferi oksigenlə zənginləşdirə bilər. Prodüsentlər avtotroflardır. Bəli, əlbəttə oksigenlə zənginləşdirə bilərlər atmosferi. 2 düzdür.
El canlısı yırtıcı ola bilər. El konsument də yırtıcı ola bilər təbii ki də. 2, 3. F canlısı ikinci dərəcəli konsumentdir. F ikinci dərəcəli konsumentdir dedik. Qeyd eləmişəm üstündə 4-də düzdür. 2, 3, 4. 2, 3, 4. Çıxmadı axı cavab. A, çıxdı. A variantı. 5'e baxaq. K canlısında olan enerjinin 5-20% F canlısına keçir. K'dan K canlısında olan enerjinin 5-20% F'e keçir. Hə? K canlısında olan enerji. K'dan F'e. Yox. F'den K'ya keçər. 5-20% bu formada keçə gedir enerji. Baxın. Birinci konsumentdən ikinciyə, ikinciden üçə, üçdən dördə belə gedir ardıcıllıq. Yəni N'dən F'e, F'dən K'ya, K'dan da E'lə keçir. Minimum 5%, maksimum 20%'dən hesablayırıq. da getdi. 20 xası örümcəyin başdaşı hissəsində yerləşən çox asan sualdır. 21 birinci qan qrupu oyundan üçüncü qan qrupudur. Baxaq 21'ə. Deməli birinci qan qrupunun genotipi mən necə yazaram? Necə yazaram? 0, 0. Üçüncü qan qrupunun genotipin B0 da yazaram, BB de yazaram. Baxaq. İki cür genotipi ola bilər. İki cür genotip harda görürsünüz siz? Üçüncü qan qrupunda düzdür. Deməli 1, 2 yazaq belə. 2'ye getdi A. Plazmasında anti-A və anti-B antitelləri olan plazmasında anti-A və anti-B. Bunu qarışdırmamaq üçün Gülay, Nuray. Necə baxın? Baxın, tutaq ki bu ikinci qan qrupudursa, bu antigendir. Antigen A var məsələn, bunu da deyə bilərik. Antiteli olacaq B. Yaxşı, məsələn. Və yaxud da bu birinci qrupdur. Bunda antitel olaraq A da var, B də var. Antigen 0, 0'dır. Amma antiteli A və B'dir plazmasında. Bu gidecek 1'e. Sonra C'de eritrositlerinde yalnız B antigeni var. Eritrositlerinde yalnız B antigeni var. Üçüncü qan qrupu bu neydi? Ben size dedim antigenlerdi. Antigendi bakın. Antiteli. Üçüncü qan qrupunun antiteli A'dır. Antigeni B. İkinci qan qrupunda da əksinə. Antigeni A'dır, antiteli B. Eğer burada antigen B deyirsə, deməli bu üçüncü qan qrupudur. Yazdığımız forma antigendir. Getdi 2'ye C. Daha sonra eritrositlərində yalnız antigen A olan qan qrupuna malik insana donor ola bilər. Aha. Birinci qan qrupu yazaq. Dördüncü qan qrupuna da, ikinci qan qrupuna da, üçüncü qan qrupuna da qan verə bilər. Ardıcıllıq bu formadadır. Hamısına verir qan qrupu. Dördüncü qan qrupu da hamısından alır, amma təkcə bir dənə özünə verir. Bütün qan qruplar özlərinə verə bilər. Bu heç. İkinci ilə üçüncü qan qrupu arasında bir bağlılıq yoxdur. Yəni nə ikinci qan qrupu üçüncü qan qrupuna verə bilməz, nə də 3-2'ye verə bilməz. 2 ilə 3 arasında bağlantı yoxdur. Sadəcə 1 hamısına verir, təkcə özündən alır. 4 hamıdan alır, özündən də alır, özünə verir. 2 deməli 1'dən alır, 2'ye verir və 4'ə verir. 3 də 1'dən alır, özünə verir və 4'ə verir. Çünki B'də 3'də də B var, 2'də də A var. 4'də də AB olduğuna görə verə bilərlər 4-cü qan qrupuna. İndi deyir ki, eritrositlərində yalnız antigen A olan, ikinci qan qrupudur. Bil ki, qan qrupuna malik insana donor ola bilər. Yəni ikinci qan qrupuna verə bilər. Hansı qan qrupu? Birinci qan qrupu. 3-2'ye çünki verə bilməz. Dedim 2 ilə 3'ün arasında bağlantı yoxdur. Birinci qan qrupu donor ola bilər deməli antigeni A olan qan qrupuna. 1'e getdi. D. Plazmasında yalnız B antiteli. A antigen 2'dir. Eyni zamanda B antiteli də 2'dədir. Qan qrupuna malik insana yenə donor ola bilər. Yenə birinci qan qrupu. 1 B, D, Y, 2 A, S. Şəklinin
Baxın, bu deməli aybaşı disiplindir. Burada 4-5 gün aybaşıdır. 5-ci gündən sonra aybaşıdan sonraki fazadır. 14-cü günə qədər aybaşının birinci fazası sayılır bu hissə. Bu hissə də ikinci faza sayılır. Bu aybaşı disiplinin ikinci fazası deyəndə sarı cisim olan fazadan söhbət gedir. Yəni 14-cü gün ovulyasiya baş verir 28 günlük aybaşı disiplində. Ovulyasiyadan sonra ikinci faza başlayır. Sarı cisim fazası. Bu da baş verir əlbəttə ki yumurtalıqlarda. X yumurtalıqda və X-a 1-ə aid edə bilərəm. Sonra mayalanma. Mayalanma harda gedir? Borularda gedir. Mayalanmana aid edə bilmərəm. Döl dövrünün başlanması. Döl dövrünün deməli, döl dövrü uşaqlıqda başlayır. Yumurtalıqlarda yox, uşaqlıqda baxın, burada başlayır döl dövrü. Sarı cismin əmələ gəlməsi o da yumurtalıqlarda. Deməli 1-dən 4-ü götürərəm mən.